Bizim dünya və Avropa çempionu Rəsul Çunayevin təqdimata ehtiyacı yoxdur. Bugünkü Azərsportun qonağıdır. Rəsul, arxadakı dağlara baxanda adama elə gəlir İsveçrədir. Bura İsveçrə deyil, bura Balakən rayonunun Qabaqçıl qəsəbəsinin Yeni Şərif kəndidir və mənim evimdir. Biz Rəsulla məhz Balakəndə istədik görüşək, burada zalları çəkək və Rəsul maşallah belə deyim də güləşə qayıdır. Onsuz da güləşdən getməmişdi, amma güləşə qayıdır və yeni proyektlərlə öz doğma kəndində istəyir maraqlı bir iş görsün. Görə indi nə deyəcək o haqda. Buyur Rəsul. Təşəkkür edirəm Vüqar müəllim. Bizi işıqlandırırsınız və bizim haqqında məlumatı, bizi idmançıları sevənlərə məlumat çatdırırsınız. Bəli, mən özüm bu kənddə anadan olmuşam və burada təhsil almağa başlamışam. Həm də güləşlə məşğul olmağa başlamışam. Və bizim Balakən rayonumuzda kifayət qədər nailiyyətlər var. Avropa, dünya olimpiyonların çempionları və mükafatçıları çoxdur. Və hal-hazırda istəyirik ki, müasir tipli zalları burada təşkil eləyək və bunun üçün təşəbbüs var. Vətənimiz, dövlətimiz tərəfindən dəstək var. İnşallah ki, yaxın gələcəkdə onu biz reallaşdıracağıq. Səhv etmirəmsə, federasiyada da ilin əvvəlindən belə bir işlərlə məşğul olmaq üçün şöbə yaradılıb, ya da deyək şöbə inkişaf etdirilib və o şöbə sən rəhbərlik eləyirsən və ümumiyyətlə geniş güləşin yayılması üçün belə proyektləri nə ideyalar var? Qısaca olaraq deyərdin. Bəli, Güləş Federasiyasında bizdə nümayəndəliklərlə iş şöbəsidir və mənim üzərimə düşən müxtəlif öhdəliklər var, hansı ki mən onu icrası üçün çalışıram və şöbənin müdürü Elfaq müəllimdir və mənim istiqamətim isə zalların artırılmasıdır və daha çox yeniyetmə, gənclər, uşaqlarımız güləşlə məşğul ola bilsinlər və onlara şərait yaradaq. Mən Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edirəm ki, mənə bir ehtimat göstərib və bu məsuliyyətli və çətin işi mənə həvalə ediblər. Mən də çalışıram ki, həm Balakəndə, həm də ki və digər bölgələrdə, regionlarda bu tipli layihələri icra eləyək. Və inşallah ki, yaxın gələcəkdə bizim güləş zallarının daha çox artımını inşallah sosial media tərəfindən işıqlanacaq. Sənin son böyük qələbəndən belə götürək, 2015-ci il dünya çempionatından artıq 11 ildir keçir. O dövrlə indiki dövrün Yunan-Roma güləşinin fərqi sənin fikrincə müsbət və mənfi xüsusiyyətlər? Mənim qıraqdan analizim və 10 il əvvəlki ilə indiki güləşçilər arasında bəli, xeyli dəyişikliklər var, həm qaydalarda, həm də ki idmançıların texnikasında və bugünkü gündə bizdə xeyli potensiallı güləşçilərimiz var, hansı ki vətənimizi, dövlətimizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil edirlər və qələbələr qazanıblar və bu proses artı gedir. Daha çox çempionlarımız çıxır və biz öz üzərimə düşən onların motivasiyası, onların şəxsi inkişafı üçün onlarla müxtəlif master klasslar icra edirik ki, onlar öz bacarıqlarını daha da mükəmməlləşdirib beynəlxalq arenalarda qələbə qazansınlar. Milli komandanın yeni baş məşqçisi İranlı mütəxəssis Məhəmməd Bəna olub. Sən onu yəqin ki çox yaxşı tanıyırsan. Sən özün güləşəndə onun idmançıları ilə yəqin ki rəqiblərin olub. Ümumiyyətlə necə düşünürsən Məhəmməd Bənanın gəlməsi Azərbaycan milli komandasına Olimpiya oyunlarında qızıl medal lazımdır. Kömək edəcəkmi? Məhəmməd Bəna əlbəttə çox güclü mütəxəssisdir. London Olimpiya oyunlarında 6 çəkidən 3 dənə qızıl medala sahib olub və digər yarışlarda da xeyli sayda
nəticələri var. Mən inanıram ki, Güləş Federasiyası ehtimat göstərib bu mütəxəssis gətiribsə, müəyyən addımlar atılacaq ki, hansı ki, nəticə qazanaq. Əlbəttə, hamımızın istəyi Olimpiya qızılıdır. Biz ümid eləyək və öz növbəmizdə biz həm komandalara dəstək olaq. Bizim o gənc güləşçilərimiz var, potensiallı və Muhammed bana elə gəldiyindən bütün bizim digər olimpiyaçıları dəvət eləyir təlim məşq toplanışlarına və birgə işləməyi təklif eləyir və bizim texnikamızdan da istifadə etməyi məsləhət görür və biz də əlbəttə öz üzərimizə düşən nə varsa öz bacarığımızı biz dəstək olacağıq ki, gələcəkdə 2028-ci ildə qızıl medal görək. İndi inşallah yaşayırıq, görərik inşallah. Deməli, sonuncu dəfə Yunan-Roma güləşində Olimpiya qızılını 2004-cü il Afina Olimpiyadasında Fərid Mansurov qazanıb. Yəni 24 ildir olacaq Los Angelesdə. Bugünkü heyətə baxanda necə düşünürsən? Onlardan kim Olimpiya çempionu ola bilər? Bizim bugünkündə olan heyət hər biri Olimpiya çempionu olmağa qadir və potensialına bələddirlər və əlbəttə ki, özlərindən çox şey asılıdır. Özünə güvən, öz üzərində işləməyi, bəli, məşqçilər öz proqramı üzrə məşqlər keçir, amma hər bir idmançı əlavə olaraq həm psixoloji, həm də ki, özünə güvən baxımından daha inamlı olmalıdır ki, o qızılı istəmək, onu əldə etmək və hədəf və məqsəd qoymalıdır və bilirəm ki, hamısının məqsədi odur. Daha çox çalışıb, inanıram ki, onlarda o bacarıq var və biz o qızıl medalı görürük inşallah. Mütəxəssislərin fikrincə ən real namizəd bu dəqiqə üçün hər halda, bəlkə də bir ildən sonra başqa bir idmançı peyda olacaq Həsrət Cəfərovdur. Amma onun son iki finalını, yəni ki, sən izləmisən, söhbət dünya çempionatı finalından və İslam oyunları finalından gedir. İran idmançısı ilə Esmaili ilə gedir və hər dəfə demək olar ki, son saniyələr, son fəndlər hesabına uduzub. Həsrətin nə etməlidir ki, Həsrət, belə deyim, xalqımızı sevindirib Olimpiya çempionu olsun. Azərbaycanın tarixində ikinci Yunan-Roma güləşində Olimpiya qızılını əldə etsin. Bəli, mən izləmişəm bu finalları və son anda bilmirəm, o səhv deyim, biraz diqqətsizlik son anda bizim o qələbə hissini yaşamağımıza mane oldu. Mən əminəm ki, Həsrət çox potensiallı gəncdir və öz üzərində işləyir və o səhvlərdən nümunə götürərək, analiz eləyərək o səhvlər düzəldib və o İran idmançısını da udacaq və digər o namizədləri də udacaq inşallah. Maraqlıdır, niyə Rəsul Çunayev məşqçi olmadı? O öz karyerasını güləşdə, bayaq dediyin kimi, belə deyim də, daha güləşə inkişafı üçün lazım olan bir sahəyə yönəltdi. Məşqçi sahəsi çətindirmi? Yoxsa sadəcə olaraq sən hesab elədin ki, sən başqa bir sahədə daha çox kömək edə bilərsən? Mən güləşən vaxtlardan bəri bir çox mənim arzulamaq işin yarısıdır və arzularına çatmaq üçün müəyyən addımlar atmaq lazımdır. O arzuları reallaşdırmaq üçün gərək o sahədə biliyin, savadın, təcrübən ola. Mən onlar üçün illərdir çalışıram. Məşqçilik eləmək gözəldir və hər bir məşqçi öz tələbəsini qalib kimi görüb o qələbə hissini yaşamaq mən bilirəm gözəl hisslərdir. Mən şəxsi məşqçim İsmail Çöpsevi sevindirmişəm, o hissləri yaşamışıq. Sadəcə məşqçilik hələ ki öz daxilimdən özümə sual verində məşqçilik görmürəm və bizim dostlarımız var, hansı ki məşqçilik edirlər, mən həmişə onların yanındayam. Nə vaxt dəvət edirlər, özünüz görürsünüz ki, gedirəm zallara, uşaqlara motivasiya verirəm, onlara öz bacarığım haqqında danışıram və harda səhv, harda düz olduğunu öz gördüyümdən
o reallıqdan danışıram. Mən bu ictimai işi daha çox sevirəm və mən inanıram ki, yəni bu sahədə mənim xeyrim daha çox deyə bilər. Daha çox, məsəl üçün, zallar olarsa, o qədər çox uşaqlar idmanla məşğul ola bilər. Xüsusən də güləş növüdürsə, bu mənim öz idman növümdür, hansı ki, mən çox sevirəm. Və bu istiqamətdə daha çox sevərək çalışıram da belə. Bayaqları uşaqlar demişkən, məktəbin zalında olarkən həyətində çox belə maraqlı bir mənzərə idi. Məktəbdən çıxan uşaqlar, məktəbdə oxuyan uşaqların bir-bir hamısı yaxınlaşıb səninlə, İsmail müəllimlə salamlaşırlar. Elə bir öz dostları kimi, öz həm yaşıdları kimi. Yəni Balakəndə hiss olunur sənə münasibət çox istidir. Öz vətənin də əlbəttə ki, çox populyar idmançısan və ümumiyyətlə belə bir regionlarda özün necə hesab eləyirsən? Hər bir populyar idmançı idmanın daha da populyar olmasına, uşaqların daha da çox idmana cəlb olunmasına, başqa pis vərdişlərdən uzaq olması üçün nələr etmək lazımdır? Məsəl üçün elə Balakənin özündə və həmçində digər regionlarda. Bizdə Güləş Federasiyasının rəhbərliyinin istəyi və hər istiqamət üzrə mütəxəssislərdən istəyi odur ki, və öz bacarığımızı yönləndirək bunu uşaqların daha çox kütləvi artırması, nüfuzun artırılmasıdır, zalların artırılmasıdır və uşaq ligi yaradılsın. Hal-hazırda bu istiqamətdə işlər gedir. Əlbəttə, əsas odur ki, müasir standartlara cavab verən zallar daha çox olsun. Artıq o əvvəlki dövr deyil, bugünkü gündə valideynlər uşaqlarını gigiyenik baxımından da və şərait baxımından da təmiz zalda istəyir. Həmçinin biz hamımız bunu istəyirik və o zallarda uşaq ligi yaradılsın, uşaqlara motivasiya verək, uşaqlara barçovka, triko, hədiyyələrlə mən özümdən bilirəm. Mən ilk yarışda ikinci yerə çıxanda mənə kofe servizi hədiyyə eləmişdilər və mənim üçün ən böyük hədiyyə o idi ki, o hədiyyə nə tər sevinirdimsə, hələ də durur o kofe servizi və oradan hər şey başlandı, belə deyək. Və bugünkü gündə də biz master klasslar keçiririk, bütün respublika, regionlar üzrə gedirik, baxırıq uşaqların sevincini, avtoqraf alırlar, şəkil, hədiyyə və bir neçə il keçəndən sonra həmin uşaq yetişir və təzədən bizlə görüşəndə biz artıq hamısını yadda saxlamaq mümkün deyil və deyir ki, bəs müəllim, həmin o master klassda mənə çox böyük motivasiya oldu və mən Azərbaycan çempionu oldum və yaxud ki, Avropada nailiyyət qazanırlar, dünya çempionatlarında yer tutan idmançılar var ki, yəni sizin bizə keçdiyiniz o master klass bizə doğrudan da çox düşərli oldu və biz oradan başladıq və bu nailiyyətlər əldə elədik. Mən əminəm ki, bu kütləvi artırsaq, yaxın gələcəkdə daha çox bizim populyar olacaq bizim idman növümüz, həm də ki, çempionlarımız artacaq. Və son sual, niyə məhz güləş? Məsələn, valideyn, bizim videolara baxan valideynlər soruşa bilər ki, Rəsul Çunayev, sən güləşdə uğurlar qazanmışsan, amma mən uşağımı məsələn boksa qoymaq istəyirəm, ya judoya qoymaq istəyirəm. Necə çağırış eləyə bilərdin ki, yox, məhz güləşi seçin? Belə deyim, bu normaldır. Bizə bu suallar tez-tez verilir. Mən artıq bir çox işlər görmüşəm ki, hansı ki, həm güləş idman növü üçün yararlı talant idmançıların seçilməsi istiqamətində, həm də ki, talantları seçin belə bir proqram var beynəlxalq təcrübədən. O proqramın artıq yaxın vaxtlarda mən başlayacağım icra eləməyə. Həmin proqram vasitəsilə valideynlər uşaqları gətirir və orada uşaqları analiz edirik və analizin nəticəsində orada bütün idman növləri əsasən də 5-10 idman növünün statistikanı verir ki,
hansı faizdə və hansı idman növünə bu uşaq yararlı olacaq, getsə, yəni nəticə qazana bilər. Bunun fizioloji, psixoloji baxımından bu daha yararlıdır. Məsəl üçün boksa 70%, 50% güləşə, 30%. Yəni faizlərlə göstəriləcək ki, bu idmançı bu növə daha yararlıdır və valideynlər artıq uşaqlarla birgə o öz seçimlərini edəcəklər. Bəzi uşaqlar olur ki, güləşə yararlı deyil, bu məsəl üçün futbola getsə daha yararlıdır və o istiqamətdə işlər görülür. Amma güləş idman növü elədir ki, güləşlə məşğul olan insan hər bir yerə yararlı olur. İstər küçə davasında, istər hər bir orqanda, istər hər bir yerdə öz çıxış yolunu tapır və həyatda ayaq üstə durmaq üçün çox insana o güc və qüvvət verən və daxili o özünə güvəni artıran bir idman növüdür. Mənim üçün güləş idman növü bu dərsi keçib və bunu görmüşəm mən və digər güləşlə məşğul olmağa başlayan güləşçilərə, valideynlərə də öz şəxsi o təcrübəndən misal gətirib mən onları inandırıram ki, doğrudan da bu belədir.